İndi biz hara gedirik Ruslan? Geçen bir yere Denizaltı restoranı. Çox fərq edirlər, çox tərifləyirlər. İstəyirik gedək orada həm video çəkək, həm də oranın yeməklərinin dadına baxaq. Sizinlə də paylaşaq. Denizaltı restoran. Yaraşır yaxşımıza. Thank you very much. Get başa Çınar'a. Bak başa git. Sən Allah bu popkornuma görə gəlmişdik. Bunu elə Bakıda yeyirdik də. Bu nədir içinə qoyublar? Akulan gözünü oxşuyur bu sənə deyim mən bir. Akulan gözü değil mi? Akulan kösüdür. Əlimizlə yeyirəm. Bu nədir belə? Bu nədir belə? Getdiyin yeyək. Bağlıdır. Popcorn yiyirəm onunla. Balgın yiyeyim istəyirəm. Yeah, not beyond. Very good, thank you. Oh, yes. I have lobster, dessert, of course. Thank you. Apple juice. Ruslan, buranın yeməkləri də oradan dadlıdır da. Deməli dostlar, biz şeyə gələndə, Maldivə gəlməmişdən qabaq çox otel seçimi eləyirdi Ruslanla. Ruslan mən bir neçə otel atdıq, bəyəndim. Amma sonra bizə sağ olsun SA Travel bizə dedi ki, ən gözəl burada you and me. Həm burada yeməklər bütün günü, nə deyirlər ona? Inclusive. Hər şey daxil, hə. Və bizə məsləhət gördü. Biz də buranı seçdik. Gələn kimi də dedim nə yaxşı buranı seçdim. Çünki burada darıxmırsan. Bax burada basseyndir, hə. Burada basseyndir gördüyünüz kimi jankalar, dənizə çıxırsan. O ərazi çox qəşəngdir. Yəni Ama bir şey diyeyim ha, burada bir tane otel değil ha. 5 otel bir şebekenin içindedir. Böyle bir şebekedir. Necə Rixos şebekesi yoktur. Eyni də burada bedel. hə, amma bu bir adada bir oteldir, onu demək lazımdır, hə. Ay sənin sabahın xeyir olsun. Necəsən? Yaxşı. Bax sənin üçün görsən meyvə salata doğratmışam. Çox qəşəng. Bax bu var ha. Bunu biz Şri Lankada demək olar ki, bizim puldan harca 2 manat ya 3 manat alırdıq. Kilosunu. Özü hə kilosunu. Özü nə qədər alırdıq ha? Yeyə doymurduq. Bakıda çox bahadır bu. 22 manat. Hə, çox bahadır yəni. Ay. Ay sağ ol. Biz bunu alverdən niyə başlamadıq? Hə, bax Şri Lankadan vuracağım. Bu da sənə biz. Ay Şri Lankadan vuracağım bunu. Çox xeyirlidir özü də. Yes. Yedin yumurtanı. Allah idi. Görsən əsl Maldiv yumurtası da. Qan. Nə bilim, nə. Hə. Mən deməyədim qeyri-adi qız qaynamış yumurta. Hə. Prosta ki deyir yumşaq eləyək, orta eləyək, bərk eləyək. Hə, medium yerində orta çiylıq olur belə qəşəng. Hə. Özü bir dənə bəsdir, bir dənə bəsdir. Hə. Nuş olsun. Dadlıdır. Nuş olsun. Sonra bu qarpızın elə də dadı olmur belə də. Qarpızın dadı yoxdur, qala meyvələr əladır. Amma mən istəyirəm dadı ki, yoxdur. ay sağ ol. Mən istəyirəm ki, xiyardır, qarpızdır, feyxuadır. Maldivlə danışam, hamısını bura vuram da. Biznesi quram burada. Sən meyvə işi. Ay sən meyvə işinə. Xoşuna gəlir ki, cəmaatın işinə girirsən. Biznes açırsan da onda. Hə, Maldivlə aşımam var artıq. Sənə təkliflərin xoşuma gəlir. Bir gün qarpızı tonlarla vuracam bura. Mələkdə qoysun qırağı, yoxsa necə? O da Yo, o oyundan boyunca bu da ayrıca biznesdir. Asıram qoyuram burağa. tırlarla, o sabra Yo, ben tır gəlmirəm, ben samoyotla. Özümə görə. Ay sağ ol. Xiyar patron, yoxsa belə? Yo, milit. Yelpənək. Hə, ucuz qançı
olsun. Yuxarıda siz onu. Oo. İdeyalar Girmədi. aramızda. Ay so hə. So. Dəniz yolunu gətirəcəm.